Xərçəng probleminin həllinin bir ən perspektivli metodu immun hüceyrələrimizin modifikasiyasına əsaslanır. İmmun hüceyrələr bakteriya, virus və orqanizmə yad ünsürlərlə mübarizə aparırlar. Eləcə də immun hüceyrələr şişlə mübarizə apara bilirlər. Onların bunun üçün xüsusi reseptorları vardır, hansı ki bu reseptorlarla defektli hüceyrələri tanıyırlar. Ancaq şiş hüceyrələri də öz növbəsində hiyləgərdirlər. Belə ki, onlar öz məhvlərinə müqavimət göstərmək üçün maskalana bilirlər. Şiş hüceyrələrinin kontrolsuz çoxalmasını bloklamaq üçün bu metodda immun hüceyrələrin bir qismini genetik dırnaqarası yaxşılaşdırıb yenidən orqanizmə yeridirlər. Onlar qanla bütün orqanizmi dövr edirlər. Bu prosedurla onlar yeni tip şiş hüceyrələrini tanıyan reseptorlar əldə edirlər. Beləliklə, immun hüceyrələrin şiş hüceyrələrinə sanki cəlb olunub onları məhv etməsi prosesi başlayır.